Yayın gəlişi ilə təbiətdəki sürünənlər də pasiv həyatdan aktiv həyata keçib. İnsanların ilanların təbii yaşayış areallarına doğru məskunlaşmasının artması bu sürünənlərlə qarşılaşma hallarını daha da çoxaldıb. Bəs ilanlardan qorunmağın effektiv yolları hansılardır? Ən çox hansı ərazilərdə bu canlılarla qarşılaşmaq təhlükəsi var? Herpetoloq Təvəkkül İskəndərov bildirir ki, ilanlar həyət və yaşayış ərazilərinə əsasən qida və gizlənmək yeri axtarışı səbəbindən gəlirlər. Siçan, quş, cücə, dovşan kimi xırda heyvanların olduğu ərazilər ilanları cəlb edir. Həmçinin tikinti materialları, yığılmış qalaqlar, müxtəlif dəliklər və sərin zirzəmilər onlar üçün əlverişli gizlənmə yerləridir. Bu səbəbdən həyəti səliqəli saxlamaq, zirzəmlərin girişlərini qorumaq və ağac budaqlarının pəncərələrə yaxın hissələrini budamaq tövsiyə olunur. Mütəxəssis bildirir ki, ilanların çox olduğu ərazilərdə yaşayan insanlar daha ehtiyatlı olmalı və davranış qaydalarını bilməlidirlər. Bəs ilanla rastlaşdıqda necə davranmalıyıq? İlanla rastlaşmısınızsa ona yaxınlaşmayın, üstündən getməyin. Əks halda ilan da özünü müdafiə eləmək olacaq, siz hancımağa çalışacaq. Əgər çöllükdədirsə, görmürsünüzsə dayanın, sakit, üstə getməyin, ilan çıxıb gedəcək. Əgər həyətinizdədirsə, həyətdə uşaq var, digər yaşayan ailə üzvləri var, həyətinizdə görməlisə onu zərərsizləşdirməlisiniz. Zərərsizləşdirmək üçün də yenə də ilanın üstə getməyin ki, qaçıb elə bir yerə girə bilər ki, həyətinizdə. Siz onu oradan çıxardamasınız sonra. Ona görə də ilana sakitlik vermək lazımdır. Əlinizdə pencək, əlinizdə yaxınlıqda kisə, bir materiya varsa atın üstündə kənardan, o orada özünü gizlənmiş bilib çıxmayacaq uzun müddətdə. Siz də bu müddətdə adam çağırın, əlinizə bir nəsə götürün, mütəxəssis çağırın, ilanı zərərsizləşdirir. Amma daş götürüb öldürmək üçün üstünə getsəniz, onda o biraz nadinçilik eləyəcəksiniz, sanca bilər. Müsahibimiz sosial şəbəkələrdə ilanların ərazilərdən təmizlənəcəyini vəd edərək insanları aldadan işbazların fəaliyyətinə də toxundu. Mütəxəssis bildirir ki, ilanın adı və xüsusiyyətləri haqqında verdiyi məlumatlar həqiqətə uyğun olmayan, bu sahədə peşəkar biliyi və təcrübəsi olmadan özünü ilan mütəxəssisi kimi təqdim edən şəxslərin dediklərinə inanmaq olmaz. Dezinfeksiya və bioloji mühafizə üzrə mütəxəssis Bəhlul İsmailov bildirir ki, ilanların çox olduğu yerlərdə mütləq mübarizə tədbirləri aparılmalıdır. Gürcüstanda dərman buraxılır. O dərmanda ana maddəyə 1 litrə 9 litr 96% etil spirti qatılıb, Avtomax vasitəsilə çilənir və həmin bioloji stoper vurulan yerə təlimatında qeyd olunur ki, yay aylarında 6 ay müddətinə həmin yerdən ilan keçmir. Və vurduğun yeri tutaq ki, binanın ətrafına vurursansa, bir qapı yeri qoyub o ilanların çıxması üçün şərait yaratmalısan. Ancaq bioloji repellentdə isə o ilanı öldürmür, iflic kimi eləyir və o gedir, vurma qabiliyyəti olmur. İlanları qovmaq üçün el arasında geniş yayılan digər üsulların nə dərəcədə təsirli olmasına gəlincə isə mütəxəssis bəzi üsulları effektsiz adlandırır. Köhnə üsulda deyirlər keçi qazılı yandırmaq, kirpi ötürmək və yaxud da kükürt səpmək. Mən bunlarda bir effekt görmədim. Bəlkə də kirpi yeyə bilər, uzaqlaşdıra bilər. Səs qovucu aparatla bağlarda qoyurlar. O deməzdim profilaktik. Səsə görə insan səsi olan yerdə istərsəməz bütün canlılar uzaqlaşır da. O cümlədən də ilan. Bəs ilan sancması zamanı təcili tibbi yardım gələnə və ya zərər çəkən xəstəxanaya çatdırılana qədər hadisə yerində olan şəxslər zərər çəkənə hansı ilkin tibbi yardımı göstərməlidir? Birinci növbədə xəstənin təşvişini, həyəcanı kontrol etməlidirlər. Maksimum dərəcədə hərəkətsiz olmalıdır xəstə. Nəzərinizə çatdırım ki, ilan sancmaları zamanı 84% hallarda ilan ətraflardan xəstəni sancır. Bu zaman əllərində bir vasitə varsa, sabunlu su ilə zədələnmiş nahiyəni yuya bilərlər. Sıxıcı sarğı qoya bilirlərsə, sarğı qoya bilərlər. Təmiz bir bez qoya bilərlər. Zədələnmiş nahiyəyə qanaxmanı saxlamaq məqsədi ilə buz qoymaq qətiyyən olmaz. Zədələnmiş nahiyəni su vurmaq, oradakı zəhəri güya bədəndən xaric etməyə çalışmaq, bunlar hamısı yanlışdır. Zədələnmiş nahiyəni kəsmək,
ovmaq və ya turniket qoymaq çox yanlışlardır bunlar. Hər hansı bir bijuteriya, qızıl zinət əşyaları varsa onu götürmək lazımdır. Çünki tezliklə ödem baş verə bilər. Unutmayaq ki, ilanlar təbiətin mühüm bir hissəsidir. Onlarla rastlaşdıqda panikaya düşməyə əvəzinə mütəxəssislərin tövsiyələrinə əməl etmək həm insan sağlamlığının, həm də ekoloji tarazlığın qorunmasına xidmət edir. Nigar Rəcəbova, Vüsal Bayramov, Əsgər İbrahimli, APA TV.